Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini sizə mən, Nilufər Məcnunlu çatdıracaq. Prezident İlham Əliyev Alman İqtisadiyyat Şərq Komitəsinin üzvlərini qəbul edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyat və Şərq Komitəsinin sədri Mixail Harmsı qəbul edib. Rusiya İrandan 4 ton qızıl qarşılığında PUA və sanksiyalardan qorunmaq üçün kriptovalyutadan istifadə edib. Hesabata görə Rusiya 2023-cü ildə İranın Sahrasander şirkətinə pilotsuz uçuş aparatları müqabilində təxminən 4 ton qızıl verib. 16 mart 2023-cü ildə bağlanan müqaviləyə əsasən 1,8 ton qızıl, digər müqavilə ilə 2 ton qızıldan artıq partiya İrana ötürülüb. Razılaşmalar İranın hərbi istehsal müəssisələri ilə Rusiyanın Tataristandakı Albuqa zonası arasında imzalanıb. Şimali Koreya Rusiyaya minlərlə hərbiçi göndərib. Moskva bunun qarşılığında pantsir və elektron müharibə sistemləri verib. Teleqrafın yaydığı məlumata əsasən Pxenyan Ukraynaya qarşı müharibədə Kremlə dəstək məqsədi ilə minlərlə hərbiçi göndərib. Bu ciddi yardım əvəzində isə Moskva Şimali Koreyaya müasir hava hücumundan müdafiə sistemləri və o cümlədən Pantsir Zenit raket kompleksi təhvil verib. Bu barədə BMT-nin 111 ölkənin iştirakı ilə fəaliyyət göstərən sanksiyalara nəzarət qrupunun hesabatlarında qeyd olunub. Ekspertlər bu addımı iki ölkə arasında ötən il imzalanan strateji əməkdaşlıq sazişinin nəticəsi kimi qiymətləndirir. Bildirilir ki, Moskva həmçinin Şimali Koreyanın raket texnologiyalarının təkmilləşdirilməsinə yardım göstərir. Mütəxəssislər bu cür hərbi əlaqələrin qlobal təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyini vurğulayır.